dövrlər əsasən Freudun bu dəqiqə danışanda onun biraz anormal nəzəriyyələrindən danışır insanlar. Hər zaman onun biraz dəli olduğunu və ya seksual manyak olduğunu və ya başqa bir problemləri olduğunu həmişə ortaya atırlar. Və bunun da bir səbəbini onun narkoman olduğunu iddia edirlər. Freud kokaindən istifadə edib həyatı boyu. Hətta xəstələrinə belə kokain yazıb, dərman kimi. Amma bildiyimiz kimi kokain o dövrlər qeyri-qanuni bir maddə sayılmırdı. Yəni kokain başqa bir dərmanlar kimi, necə ki əvvəllər morfin, kodein da dərman ağrı kəsici kimi verilirdi. Kokain də rahatlaşdırıcı dərman kimi insanlara yazılırdı. Və insanlar deyirlər ki, bunu kokaini qəbul etməsi bəlkə oydu əsas səbəbi Freudun belə qəribə nəzəriyyələri yaratmağında əsas səbəbi bəlkə də o ola bilərdi. Amma düzdür, bəlkə də belə baxanda təsiri ola bilər. Çünki kokain nədir? Kokain mərkəzi sinir sistemini aktivləşdirir. Yəni, insanda energiya, xoşbəxtlik və güc verir. İnsanın yuxusunu və iştahını azaldır. Və Freud deyirlər ki, kokaindən depressiyanın öhdəsindən, həmişə xronik depressiya yaşayırdı Freud və onun üzərindən gəlmək üçün kokaindən istifadə edir, özünü rahat hiss etmək üçün istifadə edirdi. Euforiya hissi, özündə güvən, yaradıcılığını artırmaq üçün deyirlər, istifadə edirdi kokaindən. Amma hətta kokain haqqında yazı bilə yazmışdı. Elmi tədqiqat aparmışdı kokain haqqında və o yazısında kokainin möcüzəvi, müalicəvi dərman adlandırmışdı. Sonra birinci əsərlərindən biri onun afaziya haqqında, afaziya da kognitiv xəstəlikdir. Onun haqqında 1891-ci ildə birinci əsərini buraxmışdı. Afaziya insanda sözlərin tələffüzündə və ümumi əşyaların, bildiyimiz əşyaların adını çəkilməsində problemlər yarandığı zaman insanlarda afaziya xəstəliyi olur. Və bunun üzərində Freud Charcot'un yanında öyrəndiklərindən məqalə yazmışdı. Amma Freudun bir çox daha başqa məqalələr vardı ki, hansını ki, bugün hamısını danışa bilməyəcəm sizə, amma ən vacib nəzəriyyələrinə toxunmaq istəyirəm. Onun ən vacib nəzəriyyələri biraz əvvəl dediyimiz kimi şuuraltı anlayışıdır. Conscious level, preconscious level and unconscious level. Conscious level şuur deməkdir. Preconscious level şuur öncəsi, unconscious şuuraltı deməkdir. Şuuraltı Freudun çalışmalarının əvvəlindən nəzərə çarpırdı. Ancaq bu mövzuyla əlaqədar ətraflı incələməni ancaq 1915-ci ildə nəşr olunan şuuraltının varlığı və bunun sübutları adlı məqaləsində görmək olar. Freud repressiya edilmiş fikirlərin, yəni bastırılmış, beyindən uzaqlaşdırılmış fikirlərin şuuraltına itələndiyini və şuurdan beləcə uzaqlaşdırıldığını iddia edir. Bəs şuuraltının varlığından biz necə əmin ola bilərik? Bunu başa düşmək üçün ən yaxşı sübut Freudun dediyinə görə hamımızın günlük həyatımızda yaşadığımız, ağlımıza anidən gələn və hardan çıxdığını başa düşə bilmədiyimiz fikirlər ola bilər. Sonra şuurumuz adətən sərhədli bir qavramaya və düşüncəyə sahibdir. Buna görə əsas duyğu, istək, arzu, hirs, qəzəb, həsədlərimiz hamısı daha çox şuur altında görünür. Burada da yazılır, məsələ fikirlər və qavramalar yuxarıda şuur səviyyəsində, yaddaş və ağlımızda saxladığımız bilgilər şuur öncəsi və bütün qalan qorxular, qəbul edilə bilməyən seksual arzular və ya başqa arzular, ehtiyaclar, tələbatlar, utanc verən təcrübələr, bunlar hamısı insanın daha çox şuur altında görünür. Hipnoz deyə adlandırdığımız bir çox psixoloji xəstələrin müalicəsində istifadə etdiyimiz terapiya metodu da şuur altının üzə çıxarılması üçün əsasən istifadə olunur. Çünki hipnoz vasitəsilə insan şuur altına gedə bilir və onları üzə çıxarda bilir. Yuxular və dil sürüşmələri, yəni insanın çaşı bir söz yerində tamamilə başqa söz deməsi də şuurun agah olmadığı duyğuları və hadisələri üzə çıxardır.
Yəni ki, o da şuur altının bir isbatı kimidir. Bu dil sürüşmələrinə hətta İngilis dilində Freudian slip deyirlər. Slip sürüşmək deməkdir. Və hətta bu qavrama Freudun adını belə vermişdilər. Freud daha sonralar zihnin topografik modelini təqdim etmişdir. Bu gördüyümüz zihnin topografik modelidir və onun 3 qatdan ibarət olduğunu söyləmişdir. O insan zihnini icebergə oxşatmışdır. Gördüyünüz kimi bu icebergdir. Suyun üzərindəki hissə bizim şuurumuzdur. Suyun üzündən görə bildiyimiz kiçik hissə bizim şuurdan öncə gələn hissəmizdir. Amma şuur, icebergin altında görə bilmədiyimiz, icebergin ən böyük hissəsi isə insanın şuur altı kimi göstərilir bu modeldə. Şuur öncəsi repressiyaya, bastırılmaya uğramamış, hər an şuura geri gətirilmə şansı olan zihinsel materialın yerləşdiyi bölgədir. Bundan fərqli olaraq şuur altını sadəcə istəyərək, sadəcə deyə bilməzsiniz məsələn, mən şuur altını istəyirəm, üzə çıxardım. Belə mümkün deyil, onu terapiya vasitəsilə, hipnoz vasitəsilə və başqa terapiyalar vasitəsilə üzə çıxartmaq mümkündür. Və Freudun təqdim etdiyi psixoanaliz və ya psixoanalitik terapiya əsasən insanın şuur altını araşdırır və şuur altında olan bastırılmış hissləri, qorxuları və başqa hissləri üzə çıxartmaqla insanın anlamadığı bir çox şeyləri aydınlaşdırmağa çalışır. Sonralar Freud fikirləşmişdir və bu topografik modeli biraz da təkmilləşdirməyə çalışmışdır. Çünki bu modelin insanın şəxsiyyətini tam olaraq başa salmaq üçün yetərli olmadığını anlamışdır. Və şəxsiyyətin psixoanalitik nəzəriyyəsinə görə struktura modelini qurmuşdur artıq. Bundan topografik modeldən sonra struktura modelini qurmuşdur. Və ora şəxsiyyəti 3 yerə bölmüşdür. Şəxsiyyətin birinci hissəsi id, ikinci hissəsi ego, üçüncü hissəsini isə super ego adlandırmışdır. Bu üç mexanizmə bir yerdə iş görür və mürəkkəb insan davranışını ortaya çıxardır. Freudun nəzəriyyəsinə əsasən biz anadan olanda şəxsiyyətimizin ancaq id hissəsi mövcud olur. Hansını ki biz ancaq şuur altında görə bilirik. Şəxsiyyətimizin id hissəsi məmnunluq prinsipinə əsasən hərəkət edən bir şəxsiyyət formasıdır, şəxsiyyətin hissəsidir. Yəni, məmnunluq prinsipi bütün istəklərin, arzuların və tələbatların bilavasitə yerinə yetirilməsi üçün çalışır. Yəni, bu dəqiqə bir şey istədiyin zaman insanda əgər ancaq id varsa, həmən arzunu həmən dəqiqə yerinə yetirmək istəyir insan. Buna görə insana ancaq id yetişmir. Çünki hər istədiyin şeyi həmən dəqiqə eləmək olmaz. Məsələn, uşaqlardan anadan olanda sadəcə id hissəsi olur. Uşaq acanda və ya altının dəyişdirilməsi lazım olanda və ya başqa tələbatları olanda həmən dəqiqə ağlamağa başlayır və onun tələbatını qarşılamasan, ağlamağa dayanmayacaq. Sonra növbəti 3 ildə uşaq ətraf mühitlə əlaqəyə girəndən sonra şəxsiyyətin ikinci hissəsi olan ego dövrəyə girir. Ego iddən fərqli olaraq məmnunluq yox, daha çox reallıq prinsipi ilə hərəkət edir. Ego anlayır ki, başqa insanların da öz tələbatları var və ancaq öz istəklərinə əsasən davranmaq doğru çıxmaz. Gördüyümüz kimi ego həm şuur, həm şuur öncəsi, həm də ki şuur altında görsənir. Burada conscious, preconscious, unconscious üçündə də inkişaf edib. Əsasən reallıq prinsipi bəlli bir hərəkətin xərcini və xeyrini ölçüb biçəndən sonra artıq bundan sonra o hərəkəti etmək və ya etməmək qərarını vermək deməkdir. İdin impulsları ego tərəfindən yerinə yetirilir. Ancaq fərq ondadır ki, bu impulslar daha uyğun zamanda və daha uyğun yerdə yerinə yetirilir. 5 yaş ətrafı insanın şəxsiyyətinin 3-cü hissəsi olan superegoda formalaşır. Superego ailəmizdən və cəmiyyətdən öyrəndiyimiz bütün mənəvi dəyərlərimiz, standartlarımız və ideallarımızın bir yerdə cəmləşdiyi bir hissədir. Freud superegonu bizə yanlışlıqla doğrunun arasında fərqi göstərdiyi üçün insanın vicdanına bənzətdir. Yəni, insanın vicdanı ilə superegonu eyni dərəcədə tutur.
Freud'a əsasən psixoloji sağlam insanda ego o biri şəxsiyyət formalarından daha çox olmalıdır. Çünki məsələn, id daha çox olsa, onda insan həmişə istədiyi şeyləri daha çox eləyər və bu cəmiyyətə uyğunlaşmasına kömək etməyəcək təbii ki. Super ego çox olsa, insan çox fikir verəcək mənəvi dəyərlərə və bəzən də risk eləmək, mənəvi dəyərlərdən uzaq durmaq da yaxşı şeydir. Çünki ona görə Freud hesab edirdi ki, psixoloji, normal, sağlam olan insanın egosu o biri şəxsiyyət hissələrindən daha çox olmalıdır ki, balans yaratsın id, ego, super ego arasında. Deməli, ego güclü olarsa, o həm idin tələblərini yerinə yetirir, gec də olsa təmin edir, həm də ki, super egonu da məyus etmir. Bunlardan əlavə, şəxsiyyətin formalaşmasında Freud belə bir nəzəriyyəsi var ki, Freudun ən çox ziddiyyət yaradan, ən çox insanların bundan sonra Freud haqqında başqarab olduğunu, dəli olduğunu, seksual manyak olduğunu iddia etdikləri bu nəzəriyyədən sonra əsas yaranmışdır. Bu, Freudun geniş seksual və ya cinsi önəm verib, insanın həyatının bir neçə ilini mərhələlərə ayırmasıdır və bunun adını insanın psixoseksual inkişaf mərhələləri adlandırmışdır. Hər mərhələdə insanın məmnunluq, ləzzət axtaran impulsları hansısa erogen zonasının təsbit edir və bu bədən hissəsinin əlaqədar və insan bu bədən hissəsindən əlaqədar fəaliyyətə qoşulur. Onun fikrincə bu yaşlarda yaşanan həyat təcrübələri insanın şəxsiyyətinin formalaşmasında, gələcəkdə insanın böyüdükcə şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır və bu nəzəriyyə təbii ki, Freudun ən çox tanınan və ən çox ziddiyyət yaranan nəzəriyyəsidir. Bundan qısaca danışmaq istəyirəm. Uşağın hər inkişaf mərhələsində Freuda əsasən öz ehtiyacları və tələbatları vardır. Bu ehtiyaclar qarşılanmayanda uşaq bir mərhələdə ilişib qalır. Və sonraki mərhələlərdə inkişaf etmək üçün onun üçün daha da çətinləşir. Və bu bir mərhələdə qarşılanmayan ehtiyaclar olduğu zaman fiksasiya yaranır. Və fiksasiya yarandığı zaman artıq o fiksasiya bir problemlər yaradır insanın həyatında və bu problemlər gələcəkdə insanın şəxsiyyətinin formalaşmasında da təsir göstərir. Psixoseksual inkişaf mərhələlərində birinci mərhələ oral dönəm adlanır və təbii bu dönəm ağızla əlaqədardır. Bu dönəmdə uşağın yemək yeməsi, hər gördüyü şeyə ağzına atması, birinci çünki uşaq ağız ən vacib orqan olur insanda birinci, anadan olan kimi. Buna görə bu dövrdə fiksasiya, yəni uşağın yemək yeməyə öyrəşməsi və ya başqa şeylər, dişlərin çıxması, belə problemlər fiksasiya yaranırsa, insanda gələcəkdə bu siqaret çəkmək, içki içmək, yəni yemək anormallıqları və ya dırnağını yemək kimi problemlər yarada bilər. Bir dönəmdə uşaq anasından asılı olduğu üçün güvən və asılılıq kimi hisslər də bu dönəmdə öyrənilir. Yəni, anasıyla yaxşı əlaqə qura bilmirsə, o zaman, böyüdüyü zaman biraz güvənsizlik və ya başqalarından asılılıq hissi daha da güclü olur. İkinci mərhələ 2-3 yaş arası baş verir və anal dönəm adlanır. Bu dönəmdə uşaqların tualet təlimi öyrənilir. Uşaqlar bunun nəticəsində nəzarət, müstəqillik və nailiyyət hisslərini öyrənməyə başlayır. Çünki deyirlər ki, məsələn, o da valideynlərdən çox asılıdır. Valideynlər əgər çox kontrol edirlərsə, çox nəzarət edirlərsə, bu da uşağa ziyan gətirə bilər. Və ya heç kontrol nəzarət göstərmirsə, bu da uşağa ziyan gətirə bilər. Ona görə onun arasında Freudun dediyinə görə balans yaranmalıdır. Üçüncü dönəm, ən çox ziddiyyət yaranan dönəm, Freudun ən çox kritika edilən nəzəriyyəsi fallik dönəm adlanır. Və burada əsas zona insanın cinsiyyət orqanları olur. Bu dönəmdə uşaqlar kişi ilə qadının fərqini yavaş-yavaş anlamağa başlayırlar. Və burada Freudun fikrincə
bu dönemdə oğlan uşaqları atalarını, analarının sevgisinə qarşı rəqib kimi görməyə başlayırlar. Və bunu Edip kompleksi adlandırır Freud. Yəni, amma eyni zamanda bunları, yəni Freudun dediyinə görə bu hisslər hamısı insanın şuur altında, uşağın şuur altında olur. Ona görə uşaq böyüdüyü zaman bunları anlamır bu hissləri keçirdiyini. Çünki bir çox kritiklər ona yanaşıb dedilər ki, məsələn, hardan bilirsən ki, hər uşaq belə bir hiss keçirir atasına qarşı və anasına qarşı, qız atasına qarşı, oğlan anasına qarşı belə bir hisslər keçirir. Freudun dediyinə görə bunlar o zaman üzə çıxır ki, məsələn, oğlan atası kimi olmaq istəyir. O yaşlarda ən çox atasının elədiklərini eləmək istəyir. Üzünü qırxırsa atası da üzünü qırxmaq istəyir, məsələn, o yaşlarda. Məsələn, anası paltar geyinsə, anasının paltarlarını geyinib gəzməyə başlayır otaqda qızlar, atasına xoş olmaq üçün. Və həm də onun bir sözü var idi ki, bu dönemdə qız uşaqları kişilərin cinsiyyət orqanlarına həsəd aparırdılar. Bu da böyük ziddiyyətlərlə qarşılanmışdı. Əsasən feminist qadınlar tərəfindən, feminist psixoloqlar, filosoflar tərəfindən. Bunlardan da biri Karen Horney idi. Bu teoriyanı rədd etmişdi. Onu qeyri-dərgiq və qadınlara qarşı alçaldıcı bir teoriya olduğunu iddia etmişdi. Onun yerinə Horney iddia edirdi ki, kişilər özlərini qadınlardan daha aşağı hiss edirlər. Çünki qadınlardan fərqli olaraq kişilər dünyaya uşaq gətirə bilirlər. Və bunların böyük mübahisələri oldu hər zaman. Karen Horney ilə Freudun həmişə tarix boyu bir-birlərində söz atırdılar, həmişə dalaşırdılar bu mövzular tərəfində. 4-cü mərhələ 6 yaşından 13-14 yaşına qədər davam edir və buna gizlilik dönəmi deyilir. Çünki bu yaşlarda artıq uşaq məktəbə getməyə başlayır. Məktəbə getməyə başladığında artıq qız-oğlan münasibəti biraz arxa planda qalır. Burada başlayır oğlanların oğlanla dostluq eləməsi, bir yerdə oyun oynamaq, məktəbə daha çox fikir vermək, qızların oğlanlardan zəhləsi gedir, oğlanların qızlardan zəhləsi gedir. Belə bir, artıq qızla oğlan bir-birlərinə o qədər də, yəni ki, ona görə bunu gizlilik dönəmi, seksual tərəfdən gizlilik dönəmi adlandırır Freud. Sonra son dönəm isə genital dönəm adlanır və bu dönəm uşaqlar artıq, yəni 13-14 yaşından sonra gerçək cinsi əlaqənin nə olduğunu yavaş-yavaş anlamağa başlayırlar və qarşı cinsə qarşı artıq normal seksual maraqlar yaranmağa başlayır bu. Deməli, bunlar Freudun əsas teoriyaları idi. Biraz Freudun o zaman niyə bu teoriyalar inqilab yaratmışdı? Çünki o zamanlar indi baxanda belə bu teoriyalar böyük sensasiya doğurur ki, necə belə bir şey deyə bilər bir insan uşaqlar haqqında, seksuallığı bu qədər şişirdə bilər, hər şey seksual tərəfdən yanaşmaq. Bunlar hamısı çox böyük kritika doğurur Freuda qarşı, amma psixoanaliz hələ də inkişaf etməkdədir. Müasir psixoanaliz çox dəyişir. Çoxlu dəyişikliklər olur. Freudun tələbələri olub, Carl Jung, Alfred Adler, ən böyük bulunan tələbələri. Onlar sonra Freuddan ayrılıb psixoanalizi biraz da təkmilləşdirməyə çalışırlar. Bəzi şeylərini dəyişiblər, bəzi şeylərini dəyişə bilməyiblər. Freudun psixoanalizə gətirdiyi bir çox ünsürlər hələ də tətbiq edilməkdədir. Sərbəst assosiasiya deyilən bir metod var. Müasir psixologiyada hələ də işlənməkdədir. Freud məsələn 1892-ci ildə hipnozdan, Şarkodan öyrəndiyi hipnozdan imtina etmişdir. Hipnozun o qədər də kömək eləmədiyini, şuur altında o qədər də üzə çıxartmadığını söyləmiş və sərbəst assosiasiya metodunu istifadə etməyə başlamışdır. Bu dəqiqə müasir psixologiyada, terapiyada da o metod çox işlənilir. İnsanı xəstəni otuzdururlar divana və xəstənin ağlına gələn bütün fikirləri dalbadal deməsini istəyir. Yəni, o dəqiqə ağlına nə gəlirsə, hamısını dalbadal deyir xəstə və bu, onun şuur altında olan bəzi şeylər. Çünki fikirləşməyəndə deyəndə, bəzən elə şeylər çıxır ki, sonra fikirləşirsən ki, məsələn, mən bunu haradan çıxardım, necə çıxdı bu söz məndən. Və bu sözləri dalbadal deməklə insanın şuur altına baxırlar terapevtlər. Buna bənzər olaraq, yuxu görmənin də terapiyada köməyi var. Bəlkə indi də işlənilir psixoanalitiklər tərəfindən, amma Freudun işlətdiyi yuxu görmənin yozması artıq o qədər də qəbul olunmur bu dəqiqə müasir psixologiyada.
Freuddan əvvəl də yuxu görməklə əlaqədar geniş ədəbiyyat var idi. Amma buna baxmayaraq, Freud bu hadisəyə tamamilə yeni bir baxış yaratmışdı. O bütün yenə də seksual tərəfləri daha çox büruzə verirdi. Bütün yuxuların çoxunu, yəni o 1899-cu ildə yuxuların yozulması adında böyük vacib əsəri çıxmışdı və onun fikrincə bəzi istisnaları çıxmaq şərti ilə yuxular əsasən bastırılmış, yəni repressiya edilmiş, yaddaşdan çıxarılmış çox fikirlərin, hisslərlə və arzularla əlaqədar olur. Yəni yuxuda gördüyümüz şeylər bizim şuur altımızda olan şeylər, bizim görmək istədiyimiz və ya olduğumuz, yəni bəzi arzular var, insan ki onları qəbul eləməyə qorxur. Özünü qoruma mexanizmələri ilə onu daha çox şuur altına göndərir və onlar yuxu zamanı özlərini büruzə verirlər və yenə də cinsiyyət orqanları Freudun yuxu yozmalarında böyük yer tutur. Təbii ki, bütün əşyaları daha çox, gördüyünüz əşyaları daha çox insanın cinsiyyət orqanlarına bənzədir ki, bu tamamilə artıq qəbul olunmayan bir teoriyasıdır Freudun. Demək olar ki, əsas teoriyaları bu idi. Bir də demək istədiyim Freud haqqında nə olacaq? Freudun niyə başqa alimlərdən fərqli olaraq daha çox yadda qaldığını başa düşdük. Yəni bu sensasiya yaradan şeylər. Amma bundan əlavə niyə Freud böyük alim kimi tanınmışdır? Alimlərin dediyinə görə Freud, Kopernik və Darwin kimi insan şöhrətpərəstliyinə zərbə vuran teoriyaların yaradıcısı kimi tanınır. Məsələn, Kopernik o zamanlar hökm sürən düşüncəni, yəni yer planetinin və təbii ki, yer planetində yaşayan insanların astroloji kainatın mərkəzində olduğunu düşünürdü insanlar o zamanlar. Amma sonra Kopernik bunu ispat etdi ki, yer planeti də o biri planetlər kimi Günəş sisteminin ətrafında hərəkət edir və heç də kainatın mərkəzində yerləşmir. Bundan sonra Darwin də onun kimi öz evolyusiya teoriyasını, inkişaf teoriyasında insanların hansısa bir heyvan cinsinə aid olduqlarını bildirib, bioloji kainatı mərkəzində olmadığını ispat etmişdir və göstərmişdir. Ancaq insanlar, bəs Freud nə etmişdi? Freud isə dəlilliklə sağlam fikirliliyin, sağlam düşüncənin arasında sərhəddi yıxmışdır. Və bunların dəyişkən olduğunu, insanın hər an dəli ola biləcəyini, sonra təzədən qayıdıb normal insan ola biləcəyini göstərmiş. Yəni bu böyük sərhəd, çünki əvvəllər böyük sərhəd var idi. Dəlilər ayrı, normal insanlar ayrı və bu sərhədin olmadığını göstərmişdir. Yəni bunun hər an yerini dəyişə biləcəyini isbat etmişdir. İnsanlar həmişə düşünürdülər ki, onların şuuru hər şeyi müəyyən edir. Şuurundan agah olan insan öz psixoloji vəziyyətinin kontrolunu, nəzarətini ələ keçirə bilər. Ancaq Freud bu fikirlərə qarşı çıxmışdır. İnsan şuur altının nə qədər vacib olduğunu və insan psixologiyasından necə oyunlar oynaya biləcəyini göstərmişdir və bununla da insan şuurunun psixoloji kainatın mərkəzində olmadığını ispat etmişdir. Freudun teoriyaları öz başlanğıcını 19-cu əsrin biologiya və fizika teoriyalarından, xüsusilə də Helmholtzun enerjinin saxlanması və çevrilməsi qanunundan götürmüşdür. Bu teoriya göstərir ki, enerji məhv edilə bilməz. O ancaq bir haldan başqa hala keçirilə bilər. Freud da bundan təsirlənərək dinamik psixologiyanı formulaşdırmışdır. Bu teoriyada deyilir ki, psixoloji meyillər, arzuların qabağı alınanda, onlar qadağan olunanda və ya şuurdan zorla çıxarılanda onların enerjisi hansısa bir başqa yerdə özünü